Dualar bu günbəzin qızıl kərpizlərinin arxa hissəsində yazılır. Və Şeyx Bəhayi hər bir qızıl kərpicin arxasına bir dənə hifz duası yazır. Və yazırlar ki, hər kim bu günbəzə bir neçə dəqiqə diqqətlə baxa, ona qarşı olunan sehr, cadı və tilsimlər batıl olar. Çünki arxasında hifz duası var. Hifz duası yəni qoruyan, bəlaları dəf edən, çətinlikləri dəf edən, tilsimi, cadını və sehri dəf edən duaya deyərlər hifz duası. Həmd olsun aləmlərin Rəbbinə, İmamımız Aleyhisselamın mübarək qəbrinin günbəzini görməyi Allah bizlərə nəsib elədi. Və baxın günbəzə, bu yer yeganə bir yerdir ki, İmamımız Aleyhisselamın qəbrinin günbəzi bu yerdən tam görsənir. Başqa heç bir yerdən, başqa səhnələri dövr eləyəsiniz, heç bir yerdən İmamın qəbrinin günbəzi bu cürlə tam şəkildə görsənmir. İnşallah hamı günbəzə baxa-baxa 2 dəqiqə ərzində hamı dualarını qəlbindən keçirdir. Ondan sonra günbəzin alt hissəsinə baxın, zərih olan yer, Hacətlər qapısına bənzər yerdir bu yer. Bu yerin adı Şəfa qapısıdır. Bu yerdə xəstələr üçün dua olunar və bu yerdə xəstələr üçün şəfa istənilər Allahdan inşallah. Allaha and verək öz izzəti cəlalının xatirinə Allah Teala bütün xəstələrimizə, mərizələrimizə və xüsusən də nəzərdə olan xəstələrə şifayı acil inayət eləsin inşallah. O niyyətə sələvat zikr eləyək.